Bədənimizin bu möhtəşəm fabrikinin fəaliyyətini dəstəkləmək və onu müdafiə etmək üçün ən qiymətli qidalardan xəbərdar olmalıyıq. Bu qiymətli qidalardan biri də qarpız və pendir cütlüyüdür. Yay aylarının ən sevilən, sərinləşdirici və şirin gilə meyvəsi olan qarpız sadəcə dadlı deyil, həm də saysız-hesabsız sağlamlıq faydaları ilə doludur. Mütəxəssislərin pendirlə birlikdə istehlakını xüsusilə vurğuladığı bu unikal meyvə sizi hər dilimi ilə daha da sağlam edə bilər. Bu kimi dəyərli məlumatları qaçırmamaq və sağlamlığınıza yeni qapılar açmaq üçün videonu bəyənərək və kanalımıza abunə olaraq bizə dəstək olun. Hazır olun, çünki indi qarpızın həyatınıza qatacağı inanılmaz faydaları kəşf edəcəyik. Yay mövsümündə qarpız həm ləzzətli dadı, həm də zəngin tərkibi ilə sağlamlığımız üçün əvəzsizdir. Qarpızın təxminən 92% sudan ibarətdir. Bu da onu bədənin su balansını tənzimləmək və susuzluğun qarşısını almaq üçün ideal bir seçim edir. Lakin onun faydaları sadəcə bununla bitmir. Qarpızın tərkibindəki vitaminlər, minerallar və digər bioloji aktiv maddələr sayəsində xərçəngdən dərinin cavan qalmasına, saçları qidalandırmaqdan arıqlamağa qədər bir çox fayda təqdim edir. Ancaq qarpız yüksək glisemik indeksi sahib olduğundan onu istehlak edərkən porsiya miqdarına diqqət yetirilməlidir. Mütəxəssislərin bildirdiyinə görə, təxminən 2 dilimə bərabər olan 280 qramlıq bir porsiyada kifayət qədər şəkər, A vitamini, C vitamini, dəmir və lif mövcuddur. Qarpızın tərkibindəki A, B1, B5, B6, C vitaminləri, həmçinin kalyum, dəmir, lif, maqnezium, likopen və digər antioksidantlar bədənimiz üçün saysız-hesabsız faydalar təqdim edir. Qarpızın tək başına bir çox faydası olsa da, onun pendirlə birlikdə istehlakının xüsusi üstünlükləri vurğulanır. Bu iki fərqli qidanın bir araya gəlməsi bədənimiz üçün əsl bir sinergiya yaradır. Təsəvvür edin, qarpız yüksək su tərkibi sayəsində mədədə yer tutur və sizi tox hiss etdirir. Lakin təbii şəkəri tez sorulduğuna görə bu toxluq hissi qısa müddətli ola bilər. Məhz burada pendir səhnəyə daxil olur. Pendir zülal baxımından zəngindir və zülallar bədəndə daha yavaş həzm olunur. Bu isə o deməkdir ki, pendir qarpızla birlikdə qəbul edildikdə həzm prosesi uzanır və siz özünüzü daha uzun müddət tox hiss edirsiniz. Bu, xüsusilə çəki nəzarəti etməyə çalışanlar və ya gün ərzində tez-tez acanlar üçün böyük bir üstünlükdür. İkincisi, bəlkə də ən vacibi, qarpız və pendirin birlikdə istehlakı qan şəkərinin daha yaxşı tarazlanmasına kömək edir. Qarpız dadlı olmasına baxmayaraq yüksək glisemik indeksə malikdir. Yəni tərkibindəki şəkər qan dövranına nisbətən sürətli daxil olur və bu da qan şəkərində ani yüksəlişə səbəb ola bilər. Pendirin tərkibindəki zülallar isə qarpızın şəkərinin qana sorulması sürətini yavaşladır. Bu yavaşlama sayəsində qan şəkər səviyyəsi daha sabit qalır və ani şəkər piklərinin qarşısını alır. Nəticədə enerji səviyyələriniz gün ərzində daha sabit qalır, yorğunluq və qəfil aclıq hissləri azalır. Bu xüsusiyyət xüsusilə diabet riski olan və ya qan şəkərini daima nəzarətdə saxlamalı olan şəxslər üçün xüsusi əhəmiyyət kəsb edir. Yəni, bu kombinasiya sadəcə dadlı deyil, həm də həzm və qan şəkəri tənzimlənməsi baxımından düşünülmüş bir seçimdir. Qarpız sadəcə sərinləşdirici bir meyvə deyil, həm də bədənimiz üçün əvəzsiz faydalar təqdim edən təbiət möcüzəsidir. Onun tərkibindəki vitaminlər, minerallar, lif və antioksidantlar ürək-damar sağlamlığından dəri və saçın cavanlığına, qəbizliyin qarşısını almaqdan yuxu keyfiyyətini artırmağa qədər geniş bir spektrdə müsbət təsirlərə malikdir. Xüsusilə pendirlə birləşməsi onun faydalarını daha da artırır. Sağlamlığınızın qeydinə qalmaq üçün bu cür təbii qidaları rasionunuza daxil etməyi unutmayın. Videomuzu bəyənərək və kanalımıza abunə olaraq bizə dəstək olduğunuzu göstərə bilərsiniz. Kanalımızdakı digər faydalı videoları da izləməyi unutmayın. Sağlıqla qalın, həmişə sağlam olun.